Allah Sabit qardaşımıza rəhmət eləsin. Əslində Azərbaycan xalqı çox dəyərli bir zabitini itirdi. Düzdür, Cavit Cabbarov ehtiyata buraxılmışdı, amma hər an da yenə də yəni orduda xidmətdə üçün ehtiyata buraxılmışdı. Lazım olsaydı dövlət onu yenə çağırardı, xidmətdən olardı. Cavit Cabbarov Azərbaycan ordusunu sevərək orduya gələn gənclərdən idi, insanlardan idi. Hərbi ali məktəbi bitirmişdi. Sevə-sevə gəlmişdi bu peşəyə. Sevə-sevə də orduda xidmət edirdi. Azərbaycan ordusunun o ağır keşməkeşli günləri də olubdu, bilirsiniz. O dövrlərdə yəni onu heç nə bezdirmədi, heç nə onu çəkindirmədi. O sona qədər dözdü, çatışmazlıqlara baxmayaraq, çətinliklərə baxmayaraq. Bilirsiniz ki, Azərbaycan ordusunun içində bir qara yara var idi. Rusiya ordusunun bir qara yarası var idi, Rusiyanın. Düşmənlərimiz var idi. Onun heç birisi Cavidi usandıra bilmədi, Cavidi bezdirə bilmədi. Bu da ondan irəli gəlirdi ki, vətənə böyük sevgisi var idi, millətə böyük sevgisi var idi. Və sona qədər qaldı, xidmət elədi. Dürüst, vicdanlı, ləyaqətli, peşəkar, savadlı bir zabit idi. Və aprel döyüşlərində iştirak elədi. 44 günlük müharibədə iştirak elədi. Antiterror əməliyyatında iştirak elədi və yaralandı. Sona qədər yəni peşəsini, hərbini sevdi. Sona qədər xidmət elədi. Təəssüf ki, o 3 ağır müharibənin hamısından keçsə də, o ağır hərbi xidməti, döyüşləri keçsə də amansız xəstəlik, xərçəng onu bizdən aldı. Çox acıyıram, çox kədərliyəm. Allah rəhmət eləsin, ruhu şad olsun. Bugün dəfn olunur torpağa.